Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə toplu ikinci hissədən seleksiya bölməsinin izahına baxacağıq. Bütün Karpetchenko məsələləri də daxil olmaqla, çünki seleksiyanın mənə görə ən çətin hissəsi, ən çətinlik çəkilən hissəsi Karpetchenkodur. Yerdə qalan hissəsi mənə görə əzbər kimidir. Yəni, müxtəlif mənşə mərkəzləridir bitkilərin, hansı sort, hansı cins, hansı alim tərəfindən alınıb. Bunlar biraz çətinlik çəkilən, əzbər tələb olunan hissələrdir. İndi baxaq, yaxın qohum çarpazlaşma nədir, uzaq hibridləşmə nədir, bir-bir hamısına ətraflı baxaq. İlk suallarda bizdən müxtəliflik mənşə mərkəzi ilə Vavilovun belə deyək də təyin etdiyi mənşə mərkəzlərini soruşur. Bunlar əzbərdir. Qarpızın vətəni Həbəşistandır, balqabağın vətəni Mərkəzi Amerika, üzümün vətəni Cənub-Qərbi Asiyadır, tütünün vətəni Mərkəzi Amerikadır, düyünün vətəni deməli Cənubi Asiyadır, yer fındığının vətəni Cənubi Amerikadır və gəldik belə suallara. Heyvandarlıqda əlamətlərin möhkəmləndirilməsi məqsədi ilə aparılan yaxın qohum çarpazlaşma adlanır. Inbreeding adlanır. Bu sözün mənası nədir? In içəri, breeding isə becərmə, yaxın qohum çarpazlaşma mənasına gəlir bu söz. 8-ci sualda soruşur ki, heyvanın xarici bədən quruluşu, bədən hissələrinin nisbəti, bütün zahiri əlamətlərinin cəmini xarakterizə edən termini göstərin. Bu eksteryer deməkdir və seçmə aparılarkən də bu eksteryer əlamətlərə, yəni xarici bədən quruluşuna, bədən hissələrinin nisbətinə diqqət edilir. Arxaro merinos qoyun cinsinə almışdır. Arxar vəhşi qoyundur, merinos deməli zərif yunlu qoyundur. Bunların belə deyək çarpazlaşmasını aparmışdır. Lucis Butarin bu əzbərdir. 10-cu suala baxıram. Yemişin vətəni soruşur bizdən. Yemişin vətəni Cənub-Qərbi Asiyadır və qarğıdalını soruşur. Qarğıdalda Mərkəzi Amerikadır. Təbiətdə poliploid növlərinə daha çox rast gəlinən canlını soruşur bizdən. Poliploidlik ümumiyyətlə daha çox tətbiq olunur bitkilərə və nədir? Dölsüzlüyün aradan qaldırılmaq metodudur. Uzaq hibridləşmə aparılan zaman bitkilərdə də, heyvanlarda da mənfi nəticə nə olur? Dölsüzlük yaranır. Bu dölsüzlüyü aradan qaldırmaq üçün də poliploidlik tətbiq olunur və bu bitkilərə tətbiq olunan bir metoddur. Cavab B variantıdır. Tritikalenin meyvəsi tritikale buğda və çoldarın çarpazlaşmasından yaranır. Taxıllar fəsləsinə aiddir. Hər ikisi dən meyvədir. Mikroorqanizmlərin və birhüceyrələrin seleksiyası zamanı alınan orqanizmlərin cəmi ştam adlanır. Seleksiyada mikroorqanizmlərin seleksiyasından ştam, bitkilərdən sort, heyvanlardan isə cins alınır. Yəni seleksiyanın vəzifəsi budur, belə deyək, onları almaq və yaxşılaşdırmaq. Zeytunun vətəni haradır? Soruşur bizdən. Zeytunun vətəni Aralıq dənizi mərkəzidir. Kələmdir, turpdur, zeytundur. Bunlar Aralıq dənizindədir. Kakao bitkisi isə Mərkəzi Amerikadır. Bu təlimi yaradan kimdir? Bunu bizə əzbərlədən kimdir? Vavilovdur. 1400-ə yaxın bitki tədqiq edilib, Avstraliyadan başqa bütün qitələrdə olub və bütün bitkilərin mənşə mərkəzinə tapmağa çalışıb, belə deyək. Əksər hallarda genetik bir cinsi materialın alınmasını təmin etməz. Genetik bir cinsi material dedikdə, yəni eynilik yaratmaq, bir eyni cinsilik yaratmaqdan söhbət gedir. Bu da təbii ki, harda alınacaq? Ya öz-özünə tozlanmada, ya da yaxın qohum çarpazlaşmada, yəni yaxınlıqdan söhbət gedir burada. Amma kütləvi seçmə çarpaz tozlanan bitkilərə tətbiq olunur və bu zaman heterozis, müxtəliflik alınır. Ona görə bunu mən cavab götürürəm. Fərdi seçmədə öz-özünə tozlanma aparılır. Baxın, bu iki cavab variantı bir-biri ilə əlaqəlidir. Həmçinin yaxın qohum çarpazlaşmada yenə eynidir də, belə deyək, yaxınlıq yaradır və saf xəttlər yaradır. Ona görə cavab olur B variantı. 20-ci sualda isə genetik bir cinsi materialın alınmasını təmin edir deyir. O yenə olacaq fərdi seçmə, öz-özünə tozlanma, eynilik, bir cinsilik yaranır burada. Kütləvi seçmə, çarpaz tozlanma, uzaq hibridləşmə, növlərarası hibridləşmə, bunlar ayrılıq, ayrı cinsilik yaradır. Mədəni bitkilər təxminən 11%-nin vətəni sayılan hansıdır? Faizləri də əzbərləmək lazımdır. 11% Aralıq dənizidir.
4% isə Həbəşistandır. Azərbaycan hansı bitkinin əmələ gəldiyi mərkəzə daxildir? Azərbaycan Cənub-Qərbi Asiyaya aiddir mərkəzlərdən və eyni də orada üzüm ora aiddir. Üzümdür, buğdadır, yemişdir, bunların hamısı bir mənşədədir. 33%-ə yaxın ən çox olan deməkdir. Cənubi Asiyadır ən çox olan, sonra Şərqi Asiya gəlir. Əzbərləyin, yəni uşaqlar, başqa yolu yoxdur. Hansıların yaradılması və yaxşılaşdırılması, təkrar deyirəm, mikroorqanizm ştamı, bitki sortu və heyvan cinsi. Yəni cavab B variantıdır. Heyvan cinsi nədir? Bitki sortu nədir? Heyvan cinsi, bitki sortu insan tərəfindən süni surətdə yaradılan bir deməli fərdlərin cəmi deməkdir. Məhsuldarlığı olur, müəyyən morfoloji və fizioloji əlamətləri olur. Cavab olur A variantı. Burada digər variantlarda çaşdırmaq üçün bizə növün populyasiyanın tərifini verib, belə deyək, bu yanlışdır. 7-ci sual, hansı mühakimə yanlışdır deyir? Bitkilərin, heyvanların, mikroorqanizmlərin seleksiyası üçün götürüləsi başlanğıc material geniş müxtəlifliyə malik olmalıdır. Bu düzgündür. Nə qədər müxtəliflik olarsa, bir o qədər kombinativ əlamətlər yaranacaq və bu da seleksiya üçün faydalıdır. Seleksiyanın əsas metodları hibridləşmə və seçmədir. Düzgündür. İlkin mərhələdə əhliləşdirmə və dərnləşdirmə aparılır. Hibridləşdirmə və seçmə əsas metodlardır. Bitkilərin seleksiyasında saf xətləri aldıqdan sonra süni və təbii seçmənin effektivliyi az olur. Xeyr, daha doğrusu bəli, bu da düzgündür. Nəyə görə? Çünki bir müddətdən sonra o eynilik, bayaq da dedik, bir cinsli material alınır. Saf xətlər alındıqdan sonra mütləq saf xətlər arası çarpazlaşdırma aparmalıyıq ki, belə deyək, əlamətlər yaxşılaşsın. Çünki bir müddətdən sonra artıq bu effektivlik azalmağa başlayır. Bu öz-özünə tozlanmada da belədir, yaxın qohum çarpazlaşmada saf xətlər alındıqda da belədir. Sonra seleksiyada uzaq hibridləşdirmə adətən alınan hibridlərin həyat qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Xeyr, bu yanlışdır. Cavab budur. Deməli, uzaq hibridləşmə nəticəsində dölsüzlük yaranır. Həyat qabiliyyətinin aşağı düşməsidir, cırlaşmadır. Saf xətlər alındır. Bu D variantına aid olan cavabdır. 28-ci sual, genetik cəhətdən yaxın olan növlər və cinslər oxşar irsi dəyişkənlik sırası ilə xarakterizə olunur. Bu qanun Vavilov tərəfindən verilib. İrsi dəyişkənlikdə homoloji sıralar qanunudur. Yəni, eyni bir fəsillədən, yəni genetik cəhətdən yaxın olan istənilən növün hər hansısa birində dəyişiklik baş verirsə, bu digərində də gözlənilir. Bu deməkdir. Məsələn, taxıllar fəsiləsində tutaq ki, buğdada bir irsi dəyişkənlik olub, bu arpada da, çoğdarda da olur. Çünki eyni fəsilədəndirlər də, belə deyək. 29-cu sual, 5-də 1-i 100%-in 5-də 1-i 20%-dir. Bu Şərqi Asiyadır. Növ sayına ən zəngin olan Cənubi Asiya, çay bitkisinin vətəni Şərqi Asiya, deməli, çoğundurun vətəni Türkdür, çoğundurdur, kələmdir, Aralıq dənizidir. Gavanlının mənşə mərkəzi isə Şərqi Asiyadır. Aha, 34-cü suala baxıram. Mərkəzi Amerika taxıllar fəsiləsindən olan hansı bitkinin mənşə və müxtəliflik mərkəzidir? Mərkəzi Amerika deyirsə, bura kakao, balqabaq, qarğıdalı, tütün aiddir. Taxıllar fəsiləsi dediyi üçün də qarğıdalı götürürəm. Aralıq dənizində də 35-ci sualda kələmdir, turpdur, çuğundurdur, zeytun, noxud, soğan və zambaqlar fəsiləsi dediyi üçün mən cavabda soğan götürürəm. 36-cı sualda deyir ki, Vavilovun homoloji sıralar qanununu payızlıq və yazlıq buğda sortlarına tətbiq etmək olarmı? Bəli, olar. Çünki payızlıq buğdada, yazlıq buğdada hər ikisi buğdadır. Genetik cəhətdən yaxındırsa, bunu deməli tətbiq etmək olar bu qaydanı bunlara. Adi şam və digər sualda isə deyir ki, adi şam və alma bitkilərinə tətbiq etmək olarmı? Olmaz. Çünki fərqli şöbələrə aiddirlər. Qohumluqları yoxdur, belə deyək. Ona görə cavab olur A variantı. 38-ci sual, X işarəsinin yerinə mədəni bitkilərin hansı mənşə mərkəzi yazılmalıdır? Qarğıdalı, balqabaq, tütün, kakao aiddir. Deməli, mərkəzi Amerikaya cavab olur Y variantı.
39-a da baxaq. Verilən bitkilərdən neçəsi müxtəliflik və mənşə mərkəzləri eynidir? Bir-bir hamısını deyək. Banan Həbəşistan mərkəzidir. Yer fındığı Cənubi Amerika, kakao Mərkəzi Amerika, balqabaq da Mərkəzi Amerikadır. Bu da Cənub-Qərbi Asiyadır, alma Şərqi Asiyadır. Buradan ikisi kakao ilə balqabaq eynidir. Hər ikisi aiddir deməli Amerikaya, Mərkəzi Amerikaya, yəni ikisinin mənşəyi eynidir. 40-cı suala baxıram. Hansı bitkilərin vətəni Cənub-Qərbi Asiya mərkəzi ola bilər? Cənub-Qərbi Asiya, Azərbaycanın da daxil olduğu. Ora aiddir buğdadır, yemişdir, üzümdür. 1, 4 və 6 olacaq. Hansı ola bilməz də deyəndə əksinə 2, 3 və 5. 2 ələm aralıqdır, balqabaqdır, kakaodur, Mərkəzi Amerikadır. 42-yə baxıram. Cənubi Amerika hansı çox toxumlu meyvə əmələ gətirən bitkilərin vətəni ola bilər? Cənubi Amerika deyir. Cənubi Amerikaya aiddir. Deməli, yer fındığı, ananas, kartof, Çinə ağacı, yer fındığı. Və burada bizə çox toxumlu dediyi üçün mən götürəcəm yer fındığını, bir də təbii ki kartofu 3 və 5. 42-də cavab 3 və 5-dir. 43-cü sualda da Mərkəzi Amerika deyir. Hansı çox toxumlu meyvə əmələ gətirən bitkilərin vətəni ola bilər? Mərkəzi Amerikaya da aiddir. Kakao, tütün, balqabaq, qarğıdalı. Yenə çox toxumlu dediyi üçün götürürəm tütün və balqabağı. Cavab olur 1 və 5. 44-cü suala baxaq. Məsələdir. Karpetyanko məsələlərindən biri bura düşüb, qalan hamısı digər hissədədir və hamısına bir-bir baxacağıq. Biz burada əsas iki şeyə diqqət eləməliyik. Baxın, yazım. Baxın, burada deyir ki, birinci bitkinin endosperm hüceyrəsi. Bura diqqət eləyirəm. Bir də ikinci bitkinin yarpaq hüceyrəsi. Bu bizə nə deyir? Endosperm deyirsə, hüceyrə 3N'dir. Bunu bilməliyəm. Yarpaq hüceyrəsi deyirsə 2N'dir. Yəni, somatik hüceyrədir, bədən hüceyrəsi. Yəni, ona görə 2N olur. İkinci hara diqqət eləməliyəm? Deyir, anafaza mərhələsi. Anafaza mərhələsində nə olur? Xromosom yığımı 2 dəfə artmış olur. Ona görə də hər birini 2 dəfə artıq götürəcəm. Yəni, endosperm hüceyrəsi deyirsə 6N bərabərdir 48-ə və yarpaq hüceyrəsi deyirsə 2N yox, 4N bərabərdir 44-ə. Hər birinin N-ni tapıram. N bərabərdir 8-ə, digərində də N bərabərdir 11-ə. Çarpazlaşmasından alınan və dölsüzlüyü Karpetyanko metodu ilə aradan qaldırılan deyir. Karpetyanko metodunda xromosom yığımı 2 dəfə artırılır. 8-i də 2 dəfə artırıram. Üstünə də gəlirəm. 11-i 2 dəfə artırıram. 16 üstə gəlsin 22 bərabərdir 38-ə. Cavab olur 38. İndi baxaq növbəti hissəyə. Bitkiçilikdə və heyvandarlıqda istifadə olunan müasir seleksiya metodları. Deməli, burada kartof bitkisinin vətənini soruşur bizdən. Mövzunun əvvəlində verilib. Kartof deməli ikinci çörək sayılır və vətəni Çili və Perudur. Cavab olur Y variantı. Miçurin tərəfindən hansı bitkilərin çarpazlaşması nəticəsində qış beresi armud sortu alınmışdır? Miçurindən biz 2 sorta baxırıq. Bir qış beresi, bir də Beyfler Kitayka sortuna. Qış beresi deməli Bere Royal'la deməli Ussuriya armudunun çarpazlaşmasından alınır. Biri də digəri də sarı Beyflerlə Kitaykanın. Yəni elə cavablarda baxın, burada Kitaykadır, sonra burada Beyflerdir, burada Kitaykadır, burada Beyflerdir çıxanda cavab çıxır. Yabani Ussuriya armudu hansı ki soyuğa davamlı idi. Royal hansı ki iri qəşəng meyvə idi, amma soyuğa davamlılığı yox idi. Hibridlərin tərbiyələnməsi metodu ilə belə deyək, həmin o meyvəni soyuğa öyrətdi. Bitki seleksiyasında növlər arası hibridlərdə dölsüzlüyü aradan qaldırmaq üçün nə edirlər? Deməli, uzaq hibridləşmədə dedik ki, dölsüzlük yaranır. Bu dölsüzlüyü aradan qaldırmaq üçün Karpetyanko metodu ilə xromosom yığımını 2 dəfə, 3 dəfə artırırlar. Yəni 2 dəfə artırılır, bir neçə dəfə deyilir. Biz məsələlərdə 2 dəfə artırırıq minimum soruşduğu üçün bizdən. Yəni cavabımız olur ki, xromosom sayı bir neçə dəfə artırılmalıdır. 4-cü suala baxaq. Metodiki süni seçmənin formaları hansılardır?
Süni seçmə bölündü. Metodiki, kör təbii. Metodiki də öz-özünə bölündü. Kütləvi və fərdi. Hər biri haqqında suallar var. Fərdi öz-özünədir, kütləvi çarpaz tozlanmadır və s. Heyvanların əhliləşdirilməsi təbii seçmənin ən çox hansı formasının təsirinin azalmasına səbəb olmuşdur? Bu, heyvanların əhliləşdirilməsi seleksiyanın birinci mərhələsidir və bu zaman bitkilərdə, heyvanlarda ciddi dəyişikliklər baş verir və stabilləşdirici seçmənin burada təsiri zəifləyir. Heyvandarlıqda seleksiyanın birinci mərhələsi əhliləşdirmə, bitkilərdə mədəniləşdirmədir. Vavilovun irsi dəyişkənlikdə homoloji sıralar qanununda deyilir ki, genetik cəhətdən yaxın olan növlər və cinslər oxşar irsi dəyişkənlik sırası ilə xarakterizə olunur. Bitkilərin seleksiyasında yaxın qohum çarpazlaşmanın tətbiq olunmasının səbəbi nədir? Burada qiymətli, arzu olunan əlamətləri möhkəmləndirmək üçün yaxın qohum çarpazlaşması aparırlar, yəni öz-özünə tozlanma aparırlar. Bu zaman məqsəd nədir? Hər hansısa bir əlamətin möhkəmləndirilməsi. Yenə eyni sual, növlər arası hibridlərdə dölsüzlüyü aradan qaldırmaq üçün Karpichenko metodundan istifadə olunur. Xromosom yığımı bir neçə dəfə artırılır. Bəs bu metod, dölsüzlüyün aradan qaldırılması metodu ilk dəfə hansı fəslədən olan bitkilərə istifadə olunmuşdur? Turf və kələmdən söhbət edirik. Biz hər ikisinin xromosom yığımı 9, 2 dəfə artırılır, 18. Hər ikisi aiddir deməli, xat çəklər fəsləsinə. Cavab olur C variantı. 11-ci suala baxıram. Seleksiyası zamanı əsasən fərdi seçmə tətbiq edilir. Fərdi seçmə tətbiq edilir öz-özünə tozlananlarda, kütləvi seçmə tətbiq olunur çarpaz tozlananlarda. Bütün bölmə boyu bu suallardan var. Bu öz-özünə və çarpaz tozlanma ilə əlaqəlidir. Burada bələmir öz-özünə tozlanandır. Cavab olur A variantı. Tritikali nədir? Buğda və çovların hibridi. Cavab D variantı. Hansı alim ilk dəfə uzaq hibridləşmə nəticəsində alınan hibridlərin dölsüzlüyünü aradan qaldırmışdır? Karpichenko, turf və kələm bitkisində. Çarpazlaşması bioloji uzaq hibridləşməyə aiddir. Uzaq hibridləşmə, bioloji uzaq, yəni ayrı-ayrı növlərdir uzaq hibridləşmə. Bu, qohum olmayan çarpazlaşmaya aiddir və növlər arası olur. Ayrı-ayrı növlərin çarpazlaşması. Coğrafi cəhətdən uzaq rayonları biz deyə bilmərik. Məsələn, Xaçmazdakı inək, Bərdədəki inək, hər ikisi deməli, inəkdir də, hər ikisi eyni növdür. Mən bunu uzaq hibridləşmə saya bilmərəm axı. Və yaxud bir-birindən kəskin fərqlənən zonalar, yəni bölgənin burada əhəmiyyəti yoxdur. Müxtəlif fəsilə, müxtəlif növə aid olacaq. Ona görə cavab olur C variantı. Həmçinin 15-ci sualda da deyir çarpazlaşması bioloji uzaq hibridləşməyə aiddir. Yenə müxtəlif növlərin nümayəndəsi. Baxın, uzaq rayonlar, müxtəlif ştamlar, xeyr, müxtəlif növlər uzaq hibridləşmə deməkdir. İvanov tərəfindən alınmış yüksək məhsuldar heyvan cinsi bu əzbərdir. Ukrayna Ağ Səhra donuzunu İvanov alıb. Bir də deməli, Askaniya rambulyesi. Bu ikisi İvanova aiddir. 18-ci suala baxıram. Kələmlə turpun döllü nəslinin əmələ gəlməsinə mane nədir? Aha, hər ikisinin məsələn 9 xromosom yığımı var da. Amma xromosomları, ona görə baxın, B-ni çıxaq. Ona görə bunlarda döllü nəsil əmələ gəlmir ki, meyoz prosesi pozulur. Xromosomlar müxtəlif ölçüdədir, müxtəlif formadadır. Meyozun normal gedişi pozulur. Buna görə fotosintezdir, meyvə tipinin ümumiyyətlə aidiyyatı yoxdur. Birinci, deməli, əsas biz burada xromosomların çarpazlaşmasını nəzərə almalıyıq. Məsələn, mutasiyadır, bu daha çox mühitlə və s. əlaqəli ola bilər. Buna səbəb xromosomların müxtəlif ölçüdə, müxtəlif formada olmasıdır. Öz-özünə tozlanan bitkilərdə hansı meydana çıxmasını gözləmək olar? Öz-özünə tozlanma homozigotluğun və saf xətlərin alınması ilə nəticələnir. Yəni, deməli, saf xətlərin alınmasına səbəb ola bilər. Bundan da sonra saf xətlər arası çarpazlaşma
çarpazlaşma aparmaq lazımdır. Heterozigotluq çarpazlaşmada alınır, xromosom dəsti ümumiyyətlə azalmır, aidiyyatı yoxdur, amma saf xətlər alınır öz-özünə tozlanma nəticəsində. Uzaq hibridləşmə üçün səciyyəvi xüsusiyyətlərdən hansılar həm bitki, həm də heyvanlar üçün ümumi hesab olunmur? Baxın, burada həmən saniyə ağlımıza Karpetchenko metodu gəlməlidir. Yəni, dölsüzlüyün xromosom sayı artırmaqla aradan qaldırılması bu bitkilərə tətbiq olunur əsasən. Astrolog tərəfindən də tut ipək qurduna deməli tətbiq olunub, amma biz əsasən bitkilərlə əlaqələndirdik bunu. Bu alimlərdən hansılar taxıl bitkilərinin seleksiyası ilə məşğul olmuşdur? Remeslo payızlıq buğda sortu ilə, deməli, Lukyanenko da buğda sortları almışdır. Pustavoid günəbaxana aiddir. Karpetchenko xat çiçəklər dəstəsindəndir. Mitsurin meyvə bitkiləri də gül çiçəklilər. Şekoide Mamontova deməli bu da aiddir yazlıq buğda. Hər ikisi Şekoidində Mamontova da yazlıq buğda sortu. Cavab olur 1, 2, 6 və 7, yəni C variantı. 22-ci sual. Seleksiyaçı müəyyən bir əlamətə görə seçmə aparanda hansı onun işində çətinlik törədə bilər? Nisbətli dəyişkənlik. Çünki nisbətli dəyişkənlikdə hər hansısa bir əlamə, bir gen, daha doğrusu bir neçə əlamətə təsir göstərir. Məsələn, itin tüksüzlük geni təsir göstərir dişlərin olmamasına. Bu da seleksiyasının işinə axı mane olacaq. Deməli, hər hansısa bir əlamətə görə seçmə aparır. Bir gen bir neçə əlamətə təsir göstərir. Buna görə nisbətli dəyişkənlik olur cavab. Ən çox hansı bitkinin seleksiyası zamanı kütləvi seçmə tətbiq olunur? Kütləvi seçmə tətbiq olunur çarpaz tozlanan bitkilərə. Bunlardan da çarpaz tozlanan bitki çovdar bitkisidir. A variantı. Seleksiya işində hansı bitkilərə irsi dəyişkənlikdə homoloji sıralar qanununun tətbiqi daha yaxşı nəticələr verər? İrsi dəyişkənlikdə homoloji sıralar qanunu qohum növlərə, eyni növdən, genetik cəhətdən yaxın olan növlərə aiddir. Baxın, hər ikisi taxıllar fəsləsi, buğda, çovdar. Buna aid ola bilər. 5-ci sual. Uzaq hibridləşməyə aid olmayan hibridləşmə hansıdır? Ərəb minik atı, Danimarka ağır yük atı, hər ikisi eyni növdür, amma uzaq hibridləşmə növlər arası olmalıdır. Elə cavab budur, digərlərinə də baxaq. Yak, iri buynuzlu qaramal ayrı-ayrı növlərdir. Kələm turp ayrı növdür. Buğda, çovdar ayrı, arxar mürnus ayrı-ayrı növlərdir. Bunların hamısı uzaq hibridləşmədir və dölsüz nəsl alınır. Amma bu növ daxildir. Ona görə cavab olur A variantı. Bitkilərdən hansının seleksiyasını çox vaxt fərdi seçməklə aparırlar? Öz-özünə tozlanan bitkini, yəni noxud bitkisini. Heyvan seleksiyasında yaxın qohum çarpazlaşmadan sonra adətən hansı tətbiq edilə bilər? Yaxın qohum çarpazlaşma nəticəsində saf xətlər alınacaq və bunun üçün bundan sonra müxtəlif xətləri, bu saf xətləri yenidən hibridləşdirmək, xətlər arası hibridləşmə aparmaq lazımdır ki, bu mənfi təzahürlər, yaxın qohum çarpazlaşmanın mənfi əlamətləri, depressiv əlamətləri aradan qalxsın. Cavab olur Y variantı. Bitki seleksiyasında saf xət yaradılması nəyə səbəb olur? Saf xət homozigotluq deməkdir. Homozigotların sayının çoxalmasına səbəb olur öz-özünə tozlanma zamanı. Hansında resesiv zərərli mutasiyaların toplanması ehtimalı azdır? Öz-özünə tozlananlarda, öz-özünə tozlanan bitkilərdə homozigotluq baş verir və bu zaman resesiv əlamətlər gizlənə bilmədiyi üçün üzə çıxır və təbii süni seçməklə seleksiya aradan çıxarılır. Ona görə cavabda öz-özünə tozlanan bitkiləri seçirik. Noxuddur, buğdadır, vələmirdir. Cavabdan çarpaz tozlananları çıxmaqla cavabı tapmaq olar. Vətəni Aralıq dənizi mərkəzi olan bitki hansıdır? Kələm, turp, zeytun, noxud nə olsa götürə bilərik. Heyvandarlıqda əlamətlərin möhkəmləndirilməsi məqsədi ilə aparılan yaxın qohum çarpazlaşdırma inbreeding adlanır. Əvvəlki suallarda da demişdik. Kartofun mənşəyi Cənubi Amerika. Kartof, kina ağacı, bunlar deməli Amerikadır. Hibridləşmədə irsi qanuna uyğunluqları ilk dəfə genetikada bizim məşhur alimlərimiz Mendel, Morgan ilk dəfə bu irsi qanuna uyğunluğu müəyyən edib. Mendel və Morgan. Məməlilərin seleksiyasında müvəffəqiyyət əldə edən
alimlər hansılardır? Gəlin çıxdaş eləyək buradan bir-bir. Kirpiçnikov balıqlarlandı, getdi bu. Elə cavab budur. Lusis Butarin, Arxar Merinos, Ivanovdur, o Askaniya Rambulyesi falan hamısı məməlilərdir. Bunlar taxıllarla əlaqəlidir. Bunlar da bitkilərlə. Bu da yenə Karpichenko balıqdır. Bunda çıxıram. Cavab B-dir. Gülçiçəklərin seleksiyası üzrə uğurlar qazanmış alim hansıdır? Gülçiçəklilər, yəni meyvə bitkiləri nəzərdə tutulur. Bu da Miçurindir. Y variantı. Mürəkkəb çiçəklərin seleksiyası üzrə uğurlar qazanmış. Mürəkkəb çiçəklərdən də biz günəbaxanı deyirik. Günəbaxan da Pustavoytdur. 15-36-da da Y-dir. Ev heyvanlarında zərərli əlamətlərin üzə çıxması ehtimalı nə vaxt artır? Yaxın qohum çarpazlaşma nəticəsində homozigotluq artdıqda zərərli əlamətlər təzahür edir. Bu da adlanır depressiya. Aradan qaldırmaq üçün deməli xəttlər arası çarpazlaşma aparılır. Yəni cavab oldu B variantı. 38-ə baxaq. Dağ xəttlər arasında hibridləşmə aparanda artıq müxtəlif əlamətlər ortalığa çıxır. Müxtəlif əlamətlər də kombinativ dəyişkənlik deməkdir. Cavablardan elə modifikasiyanı çıxmaqla da tapmaq olar. Mühitlə əlaqəsi yoxdur. Nisbətli ümumiyyətlə yox. Bir gen bir neçə əlamətə təsir göstərir. Aidiyyatı yoxdur. 39-cu suala baxıram. Deməli, buğda və çovda uzaq hibridləşmədir, ayrı-ayrı növlərdir. Atla eşək, qatır alınır, ayrı-ayrı növlərdir. Befler, Kitayka fərqli sortdur, amma bunlar eyni növdür. Bu uzaq hibridləşməyə aid deyil. Bir güvənli dəvə, iki güvənli dəvə yadınıza saxlayın, tamam ayrı növlərdir. Arxar Merinosdakı deməli, biri vəhşi qoyundur, biri ev qoyunudur. Bunlar ayrı-ayrı növlərdir. Befler, Kitayka eyni növdür, uzaq hibridləşməyə aid deyil. Seleksiya nöqteyi nəzərdən yaxın qohum çarpazlaşmanın müsbət cəhəti nədir? Bir yaxın müsbət cəhəti var, o da təsərrüfat əhəmiyyətli əlamətlərin möhkəmlənməsi, yəni aparılmasının da səbəbi elə budur. 41-ci suala baxıram. Əgər bitki sortu poliploidə çevrilərsə, nə kimi dəyişiklik baş verər? Biz bitkini niyə poliploidə çeviririk? Dölsüzlüyü aradan qaldırmaq üçün və poliploid bitki daha iri olur və çox nəsil verir. Cavab olur D variantı. Çox nəsil verir, yəni məhsuldarlığı artmış olur. İndi baxaq 42-ci suala. Heyvanlarda uzaq hibridləşmə nəticəsində deməli uzaq hibridləşmə ayrı-ayrı növlər deməkdir. Ayrı-ayrı növlər isə heterozigotluğun artması, heterozis effekti deməkdir. Cavab olur A variantı. 43-cü suala baxaq. Hansı xaççəkli bitkilərin vətəni Aralıq dənizi mərkəzi hesab olunur? Türk kələm Aralıq dənizi mərkəzinə aiddir. Kələm, turp, zeytun, nuxud bilirik bitkiləri artıq yəqin ki. 12 və 14 xromosomlu diploid bitkilərdən alınmış və dölsüzlüyü Karpichenko metodu ilə aradan götürülən hibridin mərkəzi hüceyrə və yumurta hüceyrəsində xromosomların sayı nə qədər olar? 12, 14 Karpichenko metodu dediyi üçün hər ikisini 2-yə vururam. 12 vur 2, 24, 14 vur 2, 28 bərabərdir 52-yə. Mərkəzi hüceyrə deməli, yox, nə eləməliyik? Diploid bitki deyir. Əvvəlcə qametini tapmalıyam. Birinin qameti 6, birinin qameti 7. Sonra mən 2 dəfə artırmalıyam. 6-nı vururam 2-yə, 7-ni vururam 2-yə. 12, 14 bərabərdir 26-ya. Yəni, mərkəzi hüceyrəsi olur 26, yumurta hüceyrəsi olur onun yarısı qədər 13. Cavab D variantıdır. 45-ci suala baxaq. 16 və 20 xromosomlu diploid bitkilərdir. Yenə qametini tapıram. Birinin qameti 8-dir, digərininki 10-dur. Mərkəzi hüceyrəsi tapanda 2-yə vururam əvvəlcə, 8-i vururam 2-yə, 10-u vururam 2-yə, eləyir 36. Yumurta hüceyrəsi də yarısı qədər 18, yəni cavab olur Y variantı. Əslində bölüb təzədən vurmağın mənası yoxdur, toplamalıyıq, amma qayda belə ki, qametin xromosomu 2 dəfə artırılır. 46-cı suala baxaq. Seleksiya yolu ilə alınmış bitkinin kök, yarpaq, kasa yarpağı, sperm və endosperm hüceyrələrinin hərəsindən bir hüceyrə olmaq şərti ilə xromosom yığımlarının cəmi 30N-dir.
Onların hamısını bir yerdə toplasam, spermi N'dir, endosperm 3N'dir. Digərləri isə 2N, 2N'dir. Yəni cəmi 10N-ə bərabər olur bu. 10N bərabərdir 30N eləyir 3, amma Karpetchenko metodu olduğu üçün demək 2 qatı qədər 3 vurulsun 2, yəni 6. Heksaploid bitki deməkdir bu. Cavab olur A variantı. 47-ci suala da baxaq. Bu yenə seleksiya yolu ilə alınmış kök, gövdə ləcək 2N, 2N olacaq, yumurta N olacaq, endospermama 3N olacaq. Hamısı bir yerdə 10N, diploid, Karpetchenko dediyi üçün 2 qatı qədər tetraploid bitkidir bu demək ki, B variantı. Seleksiyaçılar buğda bitkisinə fərdi seçmə metodunu tətbiq edir. Çünki fərdi seçmə öz-özünə tozlananlara tətbiq olunur. Buğda da öz-özünə tozlanan bir bitkidir. Cavab olur A variantı. İndi gəlin baxaq 49-cu suala. Seleksiyaçılar çoğdar bitkisinə kütləvi seçmə metodunu tətbiq edir. Çünki kütləvi seçmə çarpaz tozlanan bitkilərə tətbiq olunur. Çoğdar özü də çarpaz tozlanan bir bitkidir. Təbiətdə hansının növlərinə rast gəlinər? 50, 51, 52, 53 eyni növdə suallardır. Təbiətdə biz insan tərəfindən, yəni seleksiya nəticəsində alınmış bir növə rast gələ bilmərik. Biz təbiətdə ancaq vəhşi heyvan növünə, yabanı bitki növünə rast gələ bilərik. İndi baxın bunlardan Arxara Merinus seleksiya nəticəsində alınıb. Bester ağbalıqla cökənin hibrididir. Arxar amma vəhşi qoyundur. Biz bunu təbiətdə görə bilərik. Qatır da seleksiya nəticəsində alınıb. Merinus da zərif yunlu qoyundur. Yəni seleksiya nəticəsində alınıb. Cavab olur B variantı. Hansının növlərinə yenə deyir rast gəlinər. Baxın qaban, vəhşi donuz rast gəlinə bilər buna da. Təbiətdə hansının növlərinə rast gəlinməz qatır. Çünki qatır atla eşşəyin hibrididir və insan seleksiya nəticəsində yaranır. Burada insan faktoru var. Bu təbiətdə ola bilməz. Yenə deyir təbiətdə hansı növ mövcud deyil? Berkşir Askaniya donuzu. İnsan tərəfindən alınmış 2 balıq cinsi, Bester və Ropşa karp balıq cinsi var bizim kitablarda. Biri ağ balıqla cökənin hibrididir. Ropşa karpdakı elə adından göründüyü kimi. 55-ci sual. Çiçək düsturu fəsiləsinin tipik çiçək düsturundan fərqlidir. Meyvəsi də dən meyvədir. Bu bitki sortunu hansı alim yetişdirmişdir? Burada qarğıdaldan söhbət gedir. Qarğıdalının çiçək düsturu öz fəsiləsindən fərqlidir. Taxıllar fəsiləsindən fərqlidir. Meyvəsi də dən meyvədir, taxıllara aiddir. Qarğıdalı sortunu yetişdirən alim isə Xaçinovdur. A variantı. 56-cı suala baxıram. Süpürgə və mürəkkəb bıçaq çiçək qrupuna malik bir evli bitkinin yüksək məhsuldar sortlarını hansı alim yetişdirmişdir? Süpürgə və mürəkkəb bıçaq çiçək qrupu qarğıdalı bitkisindədir. Bura aiddir Xaçinov. Sxemi tamamlayın. Bitki seleksiyanın nailiyyətlərində buğda, qarğıdalı, günəbaxan sortunu alan alimlərin adını istəyir bizdən. Qarğıdalı Xaçinovdur, günəbaxan Pustavoytdur, buğda sortunu alanda Lukyanenko əzbərdir bu. Heyvan seleksiyasında da deməli Askaniya rambulyesi İvanov tərəfindən alınıb, Ropşa karp alınıb, Kirpiçnikov, Poliploid tut ipək qurdunu isə Astaurov almışdır. Cavab olur B variantı. 59-a baxaq. Fərdi və kütləvi seçməyə uyğun bəndləri Eyler-Venn diaqramında yazmalıyıq. Tozluq dənəsi və rüşeym kisəsi əsasən eyni vaxtda əmələ gələn bitkilərə tətbiq olunur. Tozluq dənəsi və rüşeym kisəsi eyni vaxtda əmələ gəlmək öz-özünə tozlanan bitki deməkdir. Öz-özünə tozlanan bitkidə fərdi seçmədə olur. Tozluq dənəsi və rüşeym kisəsi müxtəlif vaxtlarda əmələ gələn bitkidə kütləvi seçmə, yəni çarpaz tozlanan bitki deməkdir. Süni seçmənin formasıdır. Hər ikisi süni seçmənin deməli metodiki formasına aiddir. Arzu olunan əlamətləri möhkəmləndirir. Arzu olunan əlamətləri möhkəmləndirmək öz-özünə tozlanmadadır. Yəni bunu aparmağımızın səbəbi odur ki, bitkiçilikdə, deməli heyvandarlıqda öz istədiyimiz əlamətləri, arzu olunan əlamətləri möhkəmləndirək. Saf xəttlər də öz-özünə tozlanma nəticəsində yaranır.
5 də bura aid oldu. Resesiv mutasiyaların üzə çıxma ehtimalı da fərdi seçmədə artır. Öz-özünə tozlanır, resesiv mutasiya üzə çıxır. 1, 4, 5, 6 X-ə aiddir, Y-ə 3, Z-ə isə 2 aiddir. Yəni cavab olur C variantı. 60-cı suala baxaq. Verilən deməli hibridləşmələr X, Y, Z, K, kələm turpun, ağbalıq dökənin, dəvələrin, buğda ayrıqotunun hibridləridir və hibridlərin bizə xromosom dəstəsini verib. Mən görürəm ki, burada kələmlə turpu, bir güvənli dəvə, iki güvənli dəvə bunların hamısı uzaq hibridləşmədir, yəni növlərarası hibridləşmədir. Nəsil dölsüzdür. Hansılar dölsüz olacaq? Bax, bu ikisi 2N olanlar dölsüz olacaq. 4N olanlar isə döllü, çünki poliploidlik artıq tətbiq olunub, hibridin xromosom dəsti 2 dəfə artırılıb. Z növ daxili hibridləşməyə aiddir. Xeyr, bunların hamısı növlər arasıdır. Növlər arasıdır və X-də alınan hibrid dölsüzdür deyir. Xeyr, bu da yanlışdır. Artıq döllüdür, çünki xromosom yığımı 2 dəfə artırılıb. Y uzaq hibridləşməyə aid olub. Bu hibridləşmədən Bester cinsi alınır. Bu düzgündür. Düzgündür, bəli. 60-da C-dir. K hibridləşmə zamanı tritikali alınır. Buğdayla ayrı qotuda, yox, buğdayla ayrı qotunda deyil o. Çox illik buğda alınır burada. Hibridləşmə zamanı alınan bitkinin endospermin xromosom dəsti 9N olmuşdur. Deməli, 2N, xeyr, bu da yanlışdır. 60-da cavab olur C variantı. 6N olmalıdır, 9N, 6N. 61-ci sual. Buğda dənli formasında baş verən dəyişkənlik çəltikdə gözlənilə bilərmi? Buğda, çəltik genetik cəhətdən yaxın olduqları üçün gözlənilə bilər bu dəyişiklik. Cavab olur A variantı. Bu Vavilovun irsi dəyişkənlikdə homoloji sıralar qanunudur. 62-ci suala baxaq. Heyvan seleksiyasında uzaq hibridləşmənin məqsədi nəyə görə uzaq hibridləşmə aparılır? Heterozigotluq artsın, heterozis artsın, müxtəliflik alınsın deyə. Yəni heterozis effekti üçün. Bitkilərdən ən çox hansının seleksiyası zamanı kütləvi seçmə tətbiq olunur? Kütləvi seçmə çarpaz tozlanan bitkilərə tətbiq olunur. Burada da çarpaz tozlanan bitkimiz qarğıdalı verilib. Hansında deməli fərdi seçmə tətbiq olunur. Öz-özünə tozlananlarda çovdar, qarğıdalı, söyüd, qovaqçıram, arpa öz-özünə tozlananda fərdi seçmə tətbiq olunur. Uzaq hibridləşmə üçün səciyyəvi olan hansı xüsusiyyət adətən bitki və heyvanlar üçün ümumi hesab olunmur? Bayaqki suallar eynidir. Dölsüzlüyün aradan qaldırılmasında xromosom sayı 2 dəfə artırılmır. Heyvanlara aid deyil. Bu, yəni əsasən bitkilərə aiddir. Mədəni bitki sortlarında süni tozlandırılma aparılarsa nə baş verər? Seleksiya üsuludur, heterozis baş verər, bu zaman məhsuldarlıq artar. Vegetativ orqanların şəkil dəyişməsi əsasən mutasiya nəticəsində mühit amillərinin təsiri ilə baş verər. Məhsuldarlıq azalmaz, əksinə artar, elə cavab da budur. Homozigotların sayı artmaz, əksinə heterozigotlar artar, heterozigotlar azalmaz, artar. Ona görə cavab olur D variantı. 67-ci sual. Əgər yeni bitki sortları və heyvan cinsləri yalnız uzaq hibridləşmə yolu ilə alınarsa, onda nə baş verər? Dölsüzlük artar. Uzaq hibridləşmə nəticəsində dölsüz formalar yaranır. Bir də təkrar eləyək, xromosomlar uyğun gəlmir, miyozun normal gedişə pozulur. Buna görə dölsüz formalar yaranır, bitkilərə Karpetchenko tətbiq olunur. Deməli, bu aradan qaldırılsın deyə. 68-ci suala baxaq. İki qat mayalanma prosesində iştirak edən diploid bitkilərdən deməli, birinin spermilərinin autosom xromosomlarının cəmi deməli 10-dur. Digər bitkinin mərkəzi hüceyrəsinin xromosom sayısı 14-dür. Biz də ölü nəsli almaq üçün bu bitkilərə Karpetchenko metodu tətbiq etməliyik, yoxsa yox? Baxın, diploid bitkidir və spermiləri deyir. Autosom xromosomlarının cəmi 10-dur. 2 dənə də burada cinsi xromosom olacaq. Bu
12, eni də bərabər olacaq 6-ya. Birinci bitkidə n bərabərdir 6. İkinci bitkinin mərkəzi hüceyrəsinin xromosom yığımı 14-dür. 2n bərabərdir 14. Bu da bərabərdir 7-yə. Biri 6, biri 7. Mən bura Karpetronka tətbiq etməliyəmmi? Əlbəttə ki. Çünki burada konjugasiya baş verməyəcək. Meozum prosesi pozulacaq. Mayalama nəticəsində alınan hibriddə xromosomların homoloji cütləri yaranmadığı üçün konjugasiya baş verməyəcək. Yoxdur cavablarını ümumiyyətlə çıxaram, çünki bunlar ayrı-ayrı növlərdir. Necə Karpetronka lazım deyil. Var, çünki gen sahələri bir-birinə uyğun gəlir. Xeyr, əksinə uyğun gəlmir olmalıydı. Cavab olur Y variantı. 69-da da yenə spermlərin xromosom saylarının cəmi 14-dür. 2 spermi var da, demək biri n bərabərdir 7-dir. Digər bitkinin mərkəzi hüceyrəsinin autosom xromosomlarının sayı 10-dur. 2 dənə də cinsi hüceyrə gəlirəm 12 bərabər olur 6-ya. Döllü nəsl almaq üçün mən Karpetronka eləməliyəmmi? Bəli. Gəlin cavabdan yoxdurları çıxaq. Çünki mayalama nəticəsində əmələ gələn hibriddə meoz prosesi pozulacaq. Var, çünki mayalamada iştirak edən spermlərin və yumurta hüceyrələrin xromosom sayı eynidir. Xeyr, biri 7-dir, biri 6. Necə eyni ola bilər? Cavab C variantıdır. 70-ci suala baxıram. 2n xromosom dəsli dişi bitkinin 4n xromosom dəsli erkək bitkinin tozluğu ilə tozlanması nəticəsində alınan növlərarası hibriddə Karpetronka metodunu tətbiq etdikdən sonra endosperm hüceyrəsinin mitozun anafaza mərhələsində xromosom dəsti necədir? Deməli, burada deyəsən məsələlərimiz başladı. 2n xromosomlu dişi bitkidir, 4n xromosomlu erkək bitkidir. Endosperm hüceyrəsi mitozun anafaza mərhələsində soruşur. Dişi də, mən burada dişini 2-yə vuracam, 2-ni vuracam 2-yə. Asan olsun deyə artıq qısa-qısa deyəcəm. Yəni, qameti alıb 2-yə vurmaq məsələsi yox. 2-ni vuracam 2-yə. Üstünə də gələcəm 4-ni, çünki bizdən endosperm soruşur. Bərabərdir 8-nə. Mitozun anafaza dediyi üçün də 8-ni vuracam artıq 2-yə. Çünki mitozun anafaza mərhələsində xromosom yığımı 2 dəfə artmış olur. Cavab olur burada A variantı. Yenə 71-ci sual. 4n xromosom dəsti dişi bitkinin, 2n xromosom dəsti erkək bitkinin tozluğu ilə tozlanması nəticəsində alınan növlərarası hibriddə Karpetronka metodunu tətbiq etdikdən sonra onun endosperm hüceyrəsinin anafaza mərhələsində xromosom dəsti neçə olur? Deməli, burada artıq dişi 4n-dir, erkək 2n-dir. Yenə eyni şeydir demək olar ki, 4n vurulsun 2n olacaq. 4n vurulsun 2. Üstünə də gələcəm 2n-i. Deməli, dişinin 2 qatı qədər. Endospermdə necə olur? 2n dişi, üstünə gəlirik n-i. Deməli, bərabər olur bu 10-a, 10n-ə. Mitozun anafaza mərhələsi dediyi üçün 10n-i 2 dəfə artırıram. Bərabər olur 20n-ə. 20n. A variantı. 72-ci sual. Başlanğıc saf xətlərdə və onların heterosis effektinə malik hibridlərində və hibridlərin bir neçə nəslində məhsuldarlığın dəyişməsi qrafiklə necə göstərilir? Saf xətlər arası çarpazlaşmada saf xətlərdə, deməli, əvvəlcə məhsuldarlıq yüksək, deməli, belə deyək də, əvvəlcə sabit olacaq. Xətlər arası heterosis effektində artacaq, ancaq sonraki nəsillərdə get-gedə azalıb sabit qalacaq. Cavab olur B variantı. Baxaq 73-cü suala. 73-cü sualda Karpetronka məsələsidir. Somatik hüceyrələrində 40 xromosomu olan tetraploid bitkidir. Qametində 15 xromosomu olan, amma sonra Karpetronka ilə tetraploid bitkiyə çevrilən bitkinin çarpazlaşmasından alınan növ arası hibridin somatik hüceyrələrində minimum neçə xromosom olmalıdır? Artıq buna Karpetronka tətbiq eləyiblər. 4n bərabərdir 40-a. Artıq bunu tətbiq olunub. Digəri qametində
deməli 15 xromosom var. Bunu artırırıq 2 dəfə eləyir 30. Və qametini artırırıq 30. Bu 4-ün 40-a bərabərdirsə bunun qameti 20-dir. Bu bitkinin qameti 20-dir. Bunun da qameti 15 idi. 2 dəfə artırdıq 30. 20 + 30 bərabərdir 50-yə. 74-cü suala baxaq. Müxtəlif hibridləşmə zamanı alınan hibridlərin xromosom dəsti göstərilib. Hamısının xromosomu 2 imiş əvvəlcədən. Bunlardan hansı döllü olacaq? Təbii ki, 2 və 4. Hansına xromosom yığımı artırılıbsa, hansı çoxdursa o döllü olacaq. Cədvəldə yəni cavab olur 2, 4, 74-də 2, 4 olur cavab. 75-ə baxıram. Heyvan cinsləri verilib. Bunu alan alim hansında düzgündür, onu seçməyimi istəyir. Robşakov, Kirpitnikov düzgündür. Lucis Butarin buğdayla əlaqəsi yoxdur. Ascania rambulisi düzgündür. Arxar Merinosda, Lucis Butarində bu da səhvdir. Düzgün olanı istəyir bizdən. Cavab olur 1 və 3. 76-ya da baxaq. Bunlardan yenə bayaqki sualın eynidir. Sonunu oxuyuram. Alınan hibridlərin hansılarında meyoz prosesi pozular? Meyoz prosesi onlarda pozular ki, baxın, xromosomlar uyğun gəlmir, konjugasiya baş vermir, meyoz pozulur 1 və 3-də. Digərlərində xromosom yığımı 2 dəfə artırılıb normal olacaq. 76-da pozular deyir, cavab olur 1 və 3. 77-yə baxaq. Yenə eyni sual. Hansında konjugasiya getməz? Yəni bu sual poliploidliklə bağlıdır. Hansında konjugasiya getməyəcək? 1-də və 3-də dölsüz nəsl olacaq. 77-də cavab olur 1 və 3. 78-ə baxaq. Yaranması antropogen amil ilə əlaqəli olanı seçin. Antropogen amil, yəni insan tərəfindən və süni surətdə yaradılanı seçməliyəm. Variantlara baxaq. Qış beresi insan tərəfindən, Mitsurin tərəfindən alınıb. Bu yabanı növdə tritikale. Baxın, buğdayla çovdarın hibrididir. Eldar şamı da təbiidir, amma ağ şanı da insan tərəfindən alınıb. 78-də cavab olur 1, 4, 6. 79-a baxaq. Özü fərdi seçmə haqqında doğru olanları seçməyimi istəyir. Öz-özünə tozlanan bitkilərə tətbiq olunur. Düzgündür. Bu zaman saf xətlər alınır. Bu da düzgündür. Bunlar kütləvi seçməyə aiddir. 80-ci sual. Seleksiyaçılar tərəfindən yetişdirilən hansı canlılarda qametlərin saflığı fərziyyəsi pozulmamışdır? Yəni, qametlərin saflığı fərziyyəsi dedikdə, hər bir fərd qametinə bir dənə allel versin də, yəni 2N olsun, qameti də olsun N. Hansında pozulub? Poliploidlərdə pozulub. Hansında pozulmayıb? Poliploidi olmayanlarda. Yəni, bizə deyir, burada pozulmamışdır. Tut ipək qurdunda pozulub, çünki Assorov tut ipək qurduna poliploidlik tətbiq edir. Döllü tritikali nə deməkdir? Yəni, xromosom yığımı 2 dəfə artırılıb deməkdir. Bunu da çıxıram. Digərlərinə baxaq. Pozulmayıb. 2-də pozulmayıb, 3-də pozulmayıb, 5-də də pozulmayıb. Cavab olur 2, 3 və 5. 81-ci suala baxıram. Mitsurinin qış beresi sortunda deməli, erkək bitki kimi Periroyaldan istifadə olunub. Dişi bitki kimi isə şimal sortu Yabani Ussuriya armudundan istifadə olunub. Periroyal belə dadlı meyvəymiş, amma soyuğa davamlı deyilmiş. Amma Yabani Ussuriya da soyuğa davamlıdır. İndi cavablardan bizə nə deyir? Qış beresi sortunu alarkən erkək bitki kimi Periroyaldan istifadə olunmuşdur. Birinci düzdür. X-ə də düz işarəsi qoyulub. Demək, bu düzgündür. Y, qış beresi sortunu alarkən dişi bitki kimi Yabani Ussuriya armudundan istifadə etmişdir. Bu da düzgündür. Y-ə isə səhv işarəsi qoyub. Demək ki, mən bunu götürməyəcəm. Uyğun gəlmir. Cənub sortunu şimal sortunun tozluğu ilə tozlandırmışdır. Şimal sortunu cənub sortunun tozluğu ilə tozlandırmışdır. Burada tozluq Ussuriya armudundadır. Ussuriya armudu da şimal sortudur. Yəni, deməli, bir dəqiqə deyək. Yox, üzr istəyirəm. Tozluq deyirsə erkək bitki olmalıdır. Erkəkdə cənub sortudur, şimal sortu deyil. İndi ona görə 3 səhvdir. Z-də düz işarəsi qoyub. Z-in qabağında düz işarəsi var. Demək, bu da səhvdir. Amma bu düzgündür. Cavab olur 1 və 4.
82-ci sualda eynidir. Burada da beflə kitayka sortundan söhbət gedir. Burada nə idi? Sarı befli dişi bitkidir. Belə yaxşı iri, meyvələri şirin və s. Yəni yaxşı keyfiyyətləri olan bitkidir, amma soyuğa davamlı deyildi. Kitayka isə ata bitki idi, erkək bitki idi, şimal sortu idi. İndi burada deyir ki, Beyfler kitayka sortunu alarkən erkək bitki kimi Beyfler sortundan istifadə etmişdir. Xeyr, erkək bitki kimi kitayka sortundan istifadə edib. Bu səhvdir, X-ə plus qoyub. Demək, mən bu biri götürmürəm. Beyfler kitayka sortunu alarkən dişi bitki kimi kitaykadan istifadə edib. Bu da yanlışdır. Kitayka erkək bitkidir. Deməli, bu da yanlışdır. Y-də də yanlış qoyduğu üçün 2-ni də götürürəm. Kitaykanın meyvələri iri və şirin idi. Xeyr, əksinə kiçik turş, amma soyuğa davamlı idi. Z də yanlışdır. Qabağında düz işarəsi qoyub. Bunu da götürmürəm. Kitaykanın meyvələri kiçik və turş idi. Bu düzgündür. T'də də düz işarəsi qoyub. Ona görə cavab olur 2 və 4. 82-də cavab olur 2 və 4. Sxemdəki boş xanaya yazmaq olmaz. Uzaq hibridləşmə nəticəsində alınan deməli bitkilər, növlər, heyvan cinsi, bitki sortu verilir. Yazmaq olmaz deyir. Yəni uzaq hibridləşmə nəticəsində alınmayanı yazmalıyıq bura. Deməli, birinci qaytaq yağ qara malın hibrididir. Uzaq hibridləşmə nəticəsində alınıb, yəni bunu yaza bilərik. Berkshire Ascania yaza bilmərik, çünki bu növ daxili çarpazlaşmadır. Eyni növlərdir bunlar. Kitabda tam səhvəsini deyə bilməyəcəm. 3 dənə belə deyək, cins verilib. Kalmıq cerseydir, Berkshire Ascania'dır. Bunlar növ daxilidir. Deməli, atla eşək qatır. Bu uzaq hibridləşmədir. Bunu da çıxıram. Bölgə cökə bester. Bunu da çıxıram. Həmçinin Ascania rambulyesi hər ikisi də qoyundur, ev qoyunudur. Yəni bu növ daxilidir. 2, 4, 6-nı bura yaza bilmərəm. Berkshire Ascania, Kalmıq cersey, Ascania rambulyeti növ daxilidir. 84-də baxıram. Yenə deyir, boş xanaya yazmaq olmaz. Qaytaq, qələm hibridi. Bura tritikali yaza bilərəm. Uzaq hibridləşmə nəticəsində alınıb. 3 yaza bilmərəm, 5 yaza bilmərəm, qatır da yaza bilmərəm, bunu da yaza bilərəm. Arxa minusda çıxıram. Cavab olur 3, 4, 5. Bayaqki sualın eynidir. 85. Şəkildə verilən hibrid haqqında nələri söyləmək olar? Bu tutulan kələmin hibrididir. Eyni fəsiləyə aid olan bitkilərin hibridləşməsindən alınır. Bəli, xaççəklər fəsiləsinə aid olan bitkilərin hibridləşməsindən alınır. 2 səhvdir. Deyir, müxtəlif fəsiləyə aid olan bitkilər. Deməli, bir düzdür, biri götürürəm. Dölsüzlüyü Karpetchenko tərəfindən aradan qaldırılıb, düzgündür. Karpetchenko ilk dəfə bu tip kələm bitkisinə tətbiq edib deməli metodunu. Hibridi əmələ gətirən bitkilərin diploid xromosom sayı eynidir. Bəli, hər ikisində 2n18-dir. Müxtəlif iqlim və mənşə mərkəzi Həbəşistandır. Xeyr, Aralıq dənizidir. Qohum çarpazlaşdırma nəticəsində əmələ gəlib, bu da yanlışdır. Uzaq hibridləşmədir. Cavab 1, 3 və 4-dür. 86-ya baxaq. Buradan geri qalan hamısı Karpetchenkodur. Baxın. 9 xromosomlu yumurta hüceyrə, 8 xromosomlu spermi və dölsüzlük aradan qaldırılıbsa 2 qatı qədər. Cəminin ikisi 17 vurulsun 2, 34-ə bərabərdir. 86-da cavab 34-dür. 87-də diploid xromosom dəsti 14-dür, 52-dir. Qametlərin tapıb 2-yə vurmaqdansa belə toplayıram. 14 gəl 42, hər ikisinin 2-ni olacaq da. Bunun qameti, yaxşı belə deyim, bunun qameti olacaq 7. Bunun qameti olacaq 21. Cəmi 28, daha doğrusu 7-ni 2 dəfə artıracağım. 21-i 2 dəfə artırıb toplayacağım. Eləyəcək 56. Burada da cavab 56-dır. 88-ci sualda 12 xromosomlu yumurta hüceyrədə 14 xromosomlu spermi. Hər ikisini 2 dəfə artırıram. 24 üstə gəl 28 bərabərdir 52. Burada olacaq 52. Karpetchenko metodu ilə dölsüzlüyü aradan qaldırılan kələm və turp hibridinin endosperm hüceyrəsində xromosomların minimum sayı nə qədərdir?
Kələmdə turpda 2n bərabərdir 18-ə. Deməli, yəni kələm bitkisi üçün n bərabərdir 9-a, həmçinin turp bitkisi üçün də n bərabərdir 9-a. Mən kələm bitkisi üçün 9-u vururam 2-yə bərabərdir 18. Yəni bunun diploidi 18-ə bərabərdir. Bunun üçün də yenə 2-yə vururam. Bu da bərabər olur 18-ə. Amma endosperm dediyi üçün 18-i 2-yə vurub üstünə 18 gələcəm. Çünki endospermdə mərkəzi hüceyrə vururuq 2-yə, dişi bitkidə. Üstünə də spermi gəlirik. Çünki mərkəzi hüceyrə, endosperm bərabərdir mərkəzi hüceyrə üstəgəl spermi. Yəni, deməli, 18 vur 2, 36, üstəgəl 18 bərabər olacaq 54-də. Karpetrenko metodu ilə aradan götürülmədiyi halda isə yarısı qədər, 54-ün yarısı bərabərdir 27-yə. 91-ci suala baxaq. Növsüzlüyü Karpetrenko metodu ilə aradan qaldırılan növlər arası hibridin tetraploid xromosom sayı 44-dür. Bu bitkilərdən biri 24-dür, digərininki neçə olacaq? Digərinin endosperm hüceyrəsində xromosom sayını soruşur. Biri ümumi 44-dür, bir bitki 24-dürsə, digər bitkinin diploid xromosom yığımı bərabərdir 20-yə. Endosperm hüceyrəsi dediyi üçün 22n bərabərdir 20-yə, n-i 10 tapıram. Yəni qameti 10-dur. Endospermdə 3n-dir. 3 vurulsun 10 bərabərdir 30-a. 91-ci sualda cavab 30-dur. 92-ci sualda isə yumurta hüceyrəsini soruşur. 44-dür ümumi, tetraploid 44-də bərabərdir. Diploid bitkinin biri 24-dür, demək ki, digəri 20-yə bərabərdir. Yumurta hüceyrəsi də soruşursa 2n bərabərdir 20, n bərabərdir 10-a, yumurta hüceyrə bərabərdir 10-a. 93-cü sual. Yenə biri ümumi 44-dür, biri 24-dür. Demək, digər bitki 2n bərabərdir 20-yə. Endosperm hüceyrəsi deyir. 2n bərabərdir 20-yə, mən n-i 10 tapıram. Endospermdə 3n-dir. 3n bərabər olur 30-a. Anafaza mərhələsi dediyi üçün 2 dəfə artıraq bərabər olur 60-a. 93-ə 60-dır. 94-cü suala baxıram. Yenə bir bitki cəmi 44-dür, biri 24-dür. Demək ki, digəri 20-yə bərabərdir. Spermilləri soruşur bizdən. 20-dir. 2n bərabərdir 20-yə, n bərabərdir 10-a. Yəni, bunun bir spermisinin xromosom yığımı 10-dur. 2 dənə spermi olduğu üçün onu vururam. 2-yə bərabərdir 20. 94-cü sualda da cavab 20-dir. Bunların şifahi deməyinin səbəbi demək olar hamısının eyni olmasıdır. Yəni, üsulu tutsanız hamısını yaza bilərsiniz. Həm də Instagram səhifəmdə də bunların hamısını izah eləmişəm. Oradan yazılı istəsəz, oradan da girib baxa bilərsiniz. 95-ci sualda isə əvvəlki sualdan fərqli olaraq spermisi deyir. Əvvəlki sualda spermiləri idi, burada spermisi deyir. 44 çox 24 bərabərdir 20-yə, bir spermini soruşduğu üçün bərabər olacaq 10-a. 96-cı sual. Birinci diploid bitkinin endosperm hüceyrəsində 66 xromosom var. Bunu artıq yazmalıyam, biraz geniş sualdır. 3n bərabərdir 66-ya. N bərabərdir 22-yə. İkinci diploid bitkinin isə kök hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda 64 xromosom sayılmışdır. Anafazada xromosom 2n yox, 4n-ə bərabər olur. Diploid bitkidir, bəli. Amma anafaza mərhələsi dediyi üçün anafazada 2 dəfə artıq xromosom olur. 4n bərabər olur 64-ə. İndi bu bitkilərin çarpazlaşmasından alınan və dölsözlüyü Karpetrenko metodu ilə aradan qaldırılan bitki deyir. Gəlin bunun da n-ni tapaq. N bərabərdir 16-ya. Karpetrenko deyirsə 22-ni vururam 2-yə, üstünə də gəlirəm 16-nı vururam 2-yə. Bərabərdir 44 üstəgəl 32 bərabərdir 76-ya. 96-cı sualda cavab olur 76. İndi gəlin 97-yə baxaq. Dölsüzlüyü Karpetrenko metodu ilə aradan qaldırılan növlər arası hibridin xromosom sayı 28-dir. Deməli, tetraploid bitkidir bu. Bu növlər arası hibridi əmələ gətirən bitkilərin birininki
14'dür. 2n bərabərdir 14. İkinci bitkinin mayalanmadan bilavasitə və rişeym hissəsində olan hüceyrələrdə xromosomların sayını müəyyən edin. Hə, bu da asandır. 28-dən 14'ü çıxıram. Bir bitkidə 14'dür, digəri də bərabər olur 14'ə. Mayalanmadan bilavasitə əvvəl deyir. Demək ki, artıq hələ ki spermlər daxil olmur. Rişeym hissəsində nə qədər hüceyrə var? Bir dənə mərkəzi hüceyrə var 2n, 6 dənə də elə belə hüceyrə, 6 dənə də n. 8n mayalanmadan bilavasitə əvvəl burada olan deməli hüceyrələrin sayıdır. İkinci bitkinin 2n-i 14'ə bərabərdirsə, qameti 7'dir. 8n-i də soruşsa, mən 8'i 7'yə vuracam, bərabər olacaq 56'ya. 97-ci sualda cavab 56'dır. Baxaq 98-ci suala, artıq sona yaxınlaşırıq, son 2-3 sual qalıb. İndi sarı Beffler və Kitayka Euler-Venn diaqramında qeyd etməyimi istəyir, buna uyğun olan əlamətləri. Mitchell tərəfindən seleksiyada ana bitki kimi istifadə edilmişdir. Kitayka ata bitkidir, sarı Beffler ana bitkidir. Bir bura aid olur. Beffler Kitayka alma sortunun alınmasında istifadə olunmuşdur. Hər ikisi, biri ata bitki, biri ana bitki kimi istifadə olunmuşdur. Cənub sortudur. Bunlardan deməli, cənub sortu sarı Befflerdir. Kitayka şimal sortuydu, soyuğa davamlı olandı. Mitchell tərəfindən mentor üsulunda istifadə edilmişdir. Hər ikisi sərt iqlimdə yaşaya bilir və meyvələri turşdur. 5 bura aid olur. Mitchell tərəfindən ata bitki kimi istifadə olunmuşdur. Yenə bu. Birinciyə aid olur 1-3, ikincidə 2-4, üçüncüdə isə 5-6. 99'a baxaq. Çiçək qrupları verilib bizə. Bunlara uyğun olan alim adlarını istəyir. Asandır bu da. Baxaq. Demək ki, çiçək qruplarının birində çiçək disturu C2-2, Y3D0'dır. Digərində C2-2, Y0D1'dir. Bu hansı bitkiyə aiddir? Qarğıdalı bitkisinə. Qarğıdalı ilə hansı alim məşğul olub? Xaçinov. Buna görə birdə olur A variantı. Gül çiçəklər fəsiləsi seleksiyasında uğur qazanmışdır. Deməli, Mitchell'in meyvə bitkiləri, gül çiçəklər deyəndə meyvə bitkiləri nəzərdə tutulur. Meyvə bitkiləri ilə də Mitchell işləyib də hibridlərin tərbiyələnməsi metodu ilə, alma ilə, armudla işləyib. Ona görə bura aid olur B. Boru şəkilli çiçəklərinin çiçək disturu verilib, dizik şəkilli çiçəklərinin çiçək disturu verilib. Bu da günəbaxan bitkisidir. Günəbaxanla məşğul olan alimimiz də Pusta Voigt olub. 1A, 2B, 3C. 100'ə baxaq. Verilən proseslərin düzgün ardıcıllığını tapmağımız istəyir bizdən. Əvvəlcə arzu olunan əlamətlərə malik fərdlər seçilməlidir. Seleksiyadayıq, seçmə aparırıq. Əvvəlcə arzu olunan əlamətlərə malik fərdləri seçirəm və öz-özünə tozlama aparıram. Yəni birinci 3 olmalıdır, sonra 5. Bu sualın arxada cavabı fərqli verilib, niyə bilmirəm. Və sonra bu öz-özünə tozlanma nəticəsində saf xətlər alınacaq. Öz-özünə tozlanma baş verdi, saf xətlər alındı. Sonra mən saf xətlər arasında xətlər arası çarpazlaşma aparıram. Yəni 4 və nəticədə müxtəliflik baş verir, yəni kombinativ dəyişkənlik yaranır. Ardıcıllıq olmalıdır 3, 5, 2, 4 və 1. Və videomuzda bu qədər seleksiya bölməsinin ümumilikdə izahına baxdıq. Bu hissəni bugün çatdırmayacağım. Yəni burada asan şeylər də hüceyrə mühəndisi ilə bağlı olan sualdır. Məsələn, burada alma albalının, burada kartof pomidorun hüceyrə mühəndisliyi nəticəsində alınmasından söhbət edir. Bir iki sualda gen mühəndisliyindən yəni sadə bölmədir. Bu qədər kanala abunə olmağı, videonun faydalı olması üçün yoldaşlarınızla bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.